Xırdalan şəhərinin tam mərkəzində, Heydər Əliyev parkının qarşısında. Qanuni 2 otaqdan 3 otağa düzəlmə, kupçası hazır əldə. Dövlət ipotekasına tam yararlı. 83 kvadrat metrdən ibarət belə bir gözəl mənzil təqdim edirəm sizlərə. Mənzilimiz yeni təmir olunub, təmirdən sonra yaşayış olmayıb. Gözəl geniş qonaq otağı var. Bina tam yaşayışlı binadır. 2 ədəd sürətli lifti var. Bütün kommunallar fasiləsiz olaraq verilir. Bina yerləşir Heydər Əliyev parkının tam qarşısında. İdeal bir ərazi. Təqdimata davam edirik digər hissələrlə. Əsas giriş qapısı. Giriş qapıdan daxil olarkən biz qarşılayırıq belə bir dəhliz. Ev sahibi zövqə görə mətbəxi dəhlizə gətirib. Amma siz qanuni olaraq mətbəxi köçürürsünüz bura. Qanunla 2 otaq kimi istifadə edə bilirsiniz. Yəni, bura əslində mənzilimizin mətbəx hissəsidir. Ev sahibi bu evi 3 otaq eləmək üçün mətbəxi dəhlizə gətirib. Bu hissədə belə bir eyvandır, kombi quraşdırılıb bu ərazidə. Kombi, radiatorlar, bütün avadanlıqlar hər biri hazır vəziyyətdə köç yaşa mənzildir. Xırdalan şəhərinin tam mərkəzində Heydər Əliyev parkının qarşısında yerləşir. Bina 17 mərtəbədən ibarətdir. Mənzilimiz yerləşir 13-cü mərtəbədə. Gördüyünüz mətbəx mebelləri təchiz olunub. Əsas giriş qapısı. Təqdim etdim sizə qonaq otağını. Bu hissədə yerləşir sanuzelimiz. Dəyərli izləyicilərim, 050 521 41 88 nömrəsi ilə əlaqə saxlayırsınız. Bu və ya digər elanlarımız barədə tam dolğun məlumat alırsınız. Sizin də satışda əmlaklarınız, mülkləriniz varsa bizə müraciət edə bilərsiniz. Bu hissədə isə yataq otağı yerləşir. 83 kvadrat metrdən ibarət qanuni 2 otaqdan 3 otağa düzəlmə belə bir gözəl, səliqəli, təmirli mənzil təqdim etdim sizlər üçün. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə ola bilərsiniz. Bizi Instagram və TikTok'dan izləyirsiniz. Sizin də satışda əmlakınız varsa buyurub bizə müraciət edirsiniz. Bir daha baxırıq mənzilimizin qonaq otağı hissəsinə. Belə bir gözəl, geniş qonaq otağımız var. Bina 17 mərtəbəlidir, qeyd etdiyim kimi. Mənzilimiz yerləşir 13-cü mərtəbədə. Bir daha baxırıq bu hissələrinə, giriş hissəyə. Bu günə bu qədər dəyərli izləyicilər, növbəti çəkilişdə görüşənədək.